Səhərlər yuxudan qalxdıqda ayaqlarınızda ağrı, yorğunluq hiss edirsinizsə, bu nəyi göstərir, nəyin əlamətidir və buna diqqət yetirmək lazımdırmı? Bəli, dediyim əlamətlər əgər varsa, xəstədə sizin ayaqlarınızda yox, daha çox onurğa nahiyəsində, bel-oma nahiyəsində olan ciddi bir problemi göstərir. Bu ola bilər osteoxondrozdur, ola bilər protruziyadır, hətta ola bilər yırtıqdır və bu bunun əlamətləridir. Və bir çox bizə müraciət edən xəstələr bunu göstərirlər ki, mənim ayaqlarımda bu damarım ağrıyır. Damarla bağlıdır. Xeyr, bu damar xəstəliyi deyil. Əksinə, damar xəstəliklərində, yəni venoz damarların xəstəliklərində xəstə yuxudan qalxdıqda onun ayaqlarında bir rahatçılıq hiss edir. Yorğunluq aradan götürülür, diskomfort aradan götürülür. Ona görə də buna diferensial olaraq yanaşsaq, biz bu birinci halda onurğanın patologiyasından, onurğanın xəstəliklərindən şübhələnməliyik və bununla əlaqədar olaraq müvafiq mütəxəssisə müraciət etməyiniz məsləhət görülür. Əgər dediyim əksinə rahatçılıq varsa, bu venoz xəstəlikləri, yəni varikoz xəstəliyini göstərə bilər. Ona görə də daha çox damar cərrahına, angio cərraha müraciət etməniz, fleboloqa müraciət etməniz məsləhət görülür.